Allah Taala'nın Ər-Rəzzaq, Raziq ismi var, yəni ruzu verəndir. Bu ismi barəsində Allah Taala'nın danışırdıq. Bu Quran-ı Kərimdən ayələrdə oxuyurduq ki, hansı yerlərdə Allah Taala o adından istifadə edir. Və çox maraqlısı budur ki, hansı ayənin sonunda Allah Taala'nın Əsmaül Hüsnada adı keçir, hansı ayənin sonunda. Demək ki, o ayənin içərisində o adı ilə bağlı bir məsələ var. O adı ilə bağlı bir məsələ var. Keçən cümə günündə bu barədə danışdıq. Dedik ki, Allah Taala hamıya ruzu verir və heç kəs ruzusinə görə qorxmasın. Yaradıb, ruzusunu da verəcək. Hud surəsindən ayə oxuduq ki, yer üzündə hərəkət edən hər bir varlığın ruzusunu verir. Nə ki hərəkət edə bilir, nə ki canlıdır, nə ki ruziyə ehtiyacı var, hamının ruzusunu verir Allah Taala. Hamının ruzusunu verir. Fəqət biz bağlantımızı düzgün qurmalıyıq. Məsələn, insanlar o qədər insanlardan istəyirlər ki, əgər onu Allahdan istəsəydilər, Allah çoxdan vermişdi. Nə qədər ki, cəmaatdan istəyirlər, hələ istədikcə davam edir istəkləri. Çatmır məqsədə. Ərəfə günündə, Ərəfə bilirsiniz ki, Qurban bayramından bir gün əvvəldir. Belə bir kəlam yadıma düşür. Ərəfə günündə bir nəfər dilənçilik eləyir, cəmaatdan pul kömək istəyir. Deyirlər buna ki, imam deyir ona ki, sən bugün Allahdan istəsəydin, Allah Taala mütləq sənə yetirərdi. Nə üçün Allahı qoymusan cəmaatdan istəyirsən? Sən Allahdan istə, Allah getirsin sənin üçün.